Atım yuxarıya. Qoş. Bir dar vaxtınız xeyir olsun değerli futbol severler. Xəzər Liqasındayıq. Günün mərkəzi qarşılaşması Golden Bears və Ultrasan oyununda. Heyətlərisi tanış eləyik. Golden Bears'də qapıda Fuat Hüseynov. Digər oyuncular 2 Əli Həşimov, 3 İlqar Nuriyev, 4 Mirbala Məmmədli komandasının kapitanı və rəhbəridir. 5 Əli Həsənov, 6 Cahangir Cəbi, 7 Sabir Quliyev, 8 Ənvər Muradov, 9 İbrahim Əliyev, 10 Niyadat Güzəlov, 11 Adil Əziyev, 12 Ramiz Quliyev, 13 Azər Əliyev, 14 Talib Əmənov və 15 Zəki Hüseynov komandasının kapitanı. Ultrasan heyətini sizlərə təqdim edək. Ultrasan komandasında qapıda nəv olaraq Eldar Əliyevdir. 2 Şəhriyar Zamanov, 3 Elmar Əliyev, 4 Cahid Dövlətli 4 nömrəli formaya çıxış edəcək. 5 Cavid İbadov, 6 Asif Mahmudzadə Məmmədzadə, üzr istəyirəm, komandasının kapitanı və rəhbəri. 7 Asif Novruzovdur, 8 Əli Ələkbərli, 9 Vasif Rəfili, 10 Asim Novruzov, 12 Ehtiyat Qapıcı Səttar Umudovdur və 15 Firat Hüseynov komandasının oyuncularından daha biri. Baş məşqi postunda isə Ultrasan komandasında hamısını əla tanıdığı Xətər Ramazanlı. Ultrasan bugün qarşılaşmada narıncı gemdə çıxış edir. Golden Bears isə ənənəvi olaraq sevimli formalarıyla qaralı sarılı gemdə çıxış eləyəcək. Hesab isə təbii ki hələ ki açılmayıb. İlk dəqiqədir. Şəhriyar Zamanov indi hal-hazırda topladı. Elmar ötürməz sağ şinata. Asif Məmmədzadə. Ən gerdə Eldar Əliyevə qədər qaydır top. Yenə Şəhriyar. Cahid Dövlətli. Şəhriyar Zamanov ötürməz sağ şinata. Asif Məmmədzadə. İbalov. Bundan önceki karşılaşmada Alfa Merdekan komandası mübarizə aparırdı və rəqibini 7-1 hesabıyla məğlub etdi. Veteranlar komandasını məğlub etdi. Aktivinə inamlı 3 xalını yaza bildi. Günün son qarşılaşmasında isə Golden Bears və Ultraslan hal-hazırda mübarizə aparır. Hər hansı bir gol yoxdur. Canlı yayımızda bir dənə maksimum bəyənirik. Sizlərdən ən az 40 bəyəni gözləyirik ki, yayımız kəşfədə düşsün. Yuxarıda isə hədiyyə butonumuz var. 1001 ədəd qızıl gül səhifəmizin canlısını daha da böyüdə bilər. Bu yöndə dəstək olan hər kəsə öncədən təşəkkür edirik. Standart vəziyyət yerinə yetirəcək Golden Bears. Topun arxasında Əli Həşimov və Sabir Quliyev var. Zərbədən sonra top çərçivədən aralı keçdi. Canlı səttin yandan hiləgər bir zərbə ilə fərqlənməyə çalışdı Sabir Quliyev, amma nəticə hər hansı bir dəyişiklik yoxdur. Əvəzində isə Ultraslanın hücumunu izləyə bilərik. Hələ ki topu özlərində saxlamaq üstünlük verir Ultraslan. Şəhriyar Zamanov. Əleyk salaması Novruzov, xoş gəldiniz. Burada isə top Elmar Əliyevə çatmadı. 6 Golden Bears. Hələ ki qolsuz bərabərlik davam edir. Canlı yayımızın bəyənisi 40K. Bir dənə zəhmət olmasa hər kəs diqqətlə bizi dinləsin. 40K bəyəniyə çatdıraq yayınımızı və kəşfətimiz düzəlsin. Zəki Hüseynov topladı. Zəki. Hələ ki hakim oyunu saxlayır. Yerdə qalan oyuncu var idi. Əli Həşimov yerdə qalmışdı və artıq ayağa qalxdı. Oyunu davam etdirə biləcək. Zəki Hüseynov. Quliyev ötürmə bir qədər geriyə qalmışdı və out. Ultraslan. Cahid. Şəhriyar Zamanovla oynayır. Yenə Cahid Dövlətli. Eldar Əliyev. Ötürmədə səhv Taliban Kantara topa ilə keçirdi və az qalsın fərqlənəcəkdi. Zamanov ona blok qoya bildi. Ucaboy müdafiəçi mövqeyində yenə yaxşı oynadı. Cahid Dövlətli. Zamanov toxunmadı və ehtiyac yox idi onsuz. Onsuz da top Ultraslana qaldı. En azından indilik. Növbəti out Ultraslan.
Cəbi Cahangir. Top Ultraslan komandasına keçdi. Cahit Dövlətli və paralel ötürmədə hər hansı bir toxunuş yox idi. 6 Golden Bears. Akbaba topu elə keçirdi. Ceyhun Akbaba. Son toxunuş Zəki Hüseynovdan out Ultraslan. Eldar. Firat Hüseynov. Eldar Əliyev. Aleykümselam Kenan İbrahimov, yayımıza xoş gəldiniz. Hesab elə ki 0-0. Əllərdən çıxdı Firat Hüseynovun top və güncdən zərbə. Kim başlayır? Yox, sən tələsmə. Yayınımızı izləyicilərə rica edirəm, dən maksimum bəyənini artıraq. Yayınımız kəşfətə düşsün. Asim Novruzov çox salın hediyə üçün, Allah uzun bol eləsin. Və hesab açıldı. Firat Hüseynov hesabı aça bildi. Çox qüvvətli bir zərbə ilə Ultraslanı hesabda önə keçirdi Firat Hüseynov və 1-0 hissənin 7-ci dəqiqəsində. Cəbi Cahangir. Eldar. Firat Hüseynov. Ceyhun Akbaba. Top etkisi var. Talib Alcantara topladı. Talib sol ayağını aldı. Zərbə indirir və qapı çatı. Qaydan top var elə. Hələ epizod bitməyib. Zəki Hüseynov. Zəfər Hüseynov ondan top ala bildi. Hələ Ələkbərliyim. Komutan. Ramin Adiyevdən ötürmə. Akbaba. Akbaba. Akbaba ötürmə cəhdi. Cəbi Cahangir qarşılayır. Sabir Quliyev. Yine Cəbi. Toxunuş var və out Golden Bears. Default Ultraslan. Eldar. Firat Hüseynov. Ələkbərli. Yine Eldar. Out Golden Bears. Kuliyev. Yine out Golden Bears. Eldar Əliyev komandasının növbəti hücumunu qurur. Əli Ələkbərli. Ramin Adiyev. Əli Ələkbərli. Gün zərbəsi Ultraslan. Oyuncu bayaqçı zərbə gördü zaten geldi. Şimdi Firat, sen blokla Firat. Çık. Out Ultraslan. Üstüne ben yanına geldim. Çık oradan Firat, çık oradan. Çık atar onu. Əli Ələkbərli. Gayet. Ötürmə ünvana çatmadı və Fuad Hüseynov topu oyuna daxil edəcək. Yine Fuad. Adiyev. Talib Alcantara. Yaxşı sürət yığdı və son anda Eldar Əliyev vaxtında qapısını tərk etmişdi. Qayda pozulur və cərmə zərbəsi.
Sabir Quliyev. Aleşimov. Zafer Hüseynova gəlir top. Hadiyevdən ötürmə sağ janta. Ələkbərliyə. Zafer Hüseynov. Biraz Hüseynov. Ters soxmuş və az qalsın avtoqol olacaqdı. Son anda Fuat Hüseynov. Daha doğrusu Fuat Reyimzadə sigortaladı. Burada isə qayda pozuntusu qeydə alınır. Cərimə zərbəsi. Golden bir. Kulevin zərbəsi geriyə qalındı və top Ultrasanda. Akbaba. Hadiyev. Hadiyev və top qapıdan alı keçdi. Yerlere düzgün, ey! Orta. Çek. Yine out Golden bir. Fuat Reyimzadə. Yan xətən Ultraslan. Sağa meyilli, bak sağa bak alır. Ələkbərli. Eldar. Akbaba. Ələkbərli. Növbət out Ultraslan. Yoxsa yox. Top Golden birdə qalır. Yalnız indi out Ultraslan. Ələkbərli. Doktoru bir dəfə yandan silkəliyir. Hesabda dəyişiklik yoxdur. Ultraslan 1. Golden 1-0. Kaçırmak burada. Görmedi sana. Şəhriyar Zamanov. Sabir Quliyev. Eldar. Asim Məmməzədə. Zamanov. Elmar. Məmməzədə. Şəhriyar Zamanov. Elmar. Top Golden bir komandasına keçdi. Talib Alcantara. Zəfər. Üzərimizə Kap. Eldar Əliyev gəlir top. Şəhriyar Zamanov. Elmar Əliyev. Şəhriyar Zamanov. Yine Elmar. Cahit. Asim Məmməzədə. Sadə bir epizodda ikinci topu öz qapısında görür Golden bir. Bu dəfə qolu müəllifi isə Cavid İbadov idi. Lazım anda lazımı nöqtədə olan İbadov turnirdə növbəti qoluna imza attı. Ultraslanın 2, Golden 1-0. Cəbi Cangir. Fuad Reyimzadə. Zamanov qarşılayır. Eldar. Yine Şəhriyar Zamanov. Elmar. Meşkal Senov.
Out. Alfa Merdekan. Üstürəm. Ultraslan. Günün ilk maçı haqqında məlumat vermək istəyirik ki, deməli, günün ilk maçında Alfa Merdekan ilə veteranlar arasında maraqlı bir qarşılaşma oldu və yekun nəticə Alfa 7, veteranlar 1. 3 xal Alfa Merdekana getdi. Günün ikinci və son maçında isə Ultraslan Golden Bears'la mübarizədə 2-0 hesabı ilə öndədir. Şəhriyar Zamanov. Eldar. Alcantara və Talib Alcantara sona qədər mübarizə apararaq Eldar Əliyevin səhvini golla cəzalandırdı. Golden Bears 1, Ultraslan 2. Elmar. Bravo, Zahid. Şahid Dövlətli. Ələşimovda qalır top. Eldar Əliyev. Zamanov. Eldar Əliyev. Yine ötürmədə səhv. Talib Alcantara və top qapıdan aralı keçdi. Şahid. Şəhriyar Zamanov. Remzadədə qalır top. Cəbi Cangir. Və yenidən out. Zəki Alsenov. Eldar Əliyev top oyuna daxil edəcək. Yine Eldar. Şəhriyar Zamanov. Eldar Əliyev. Elmar. Elmar Əliyev. Cəbi Cangir. Talib Alcantara. Növbət out. Golden Bears. Eldar Əliyev. Abi son sendir. Remzadə. Yenəli. Sen kimle atlasan? Ona qarşı qayda pozulur və cərimə zərbəsi. Zahandir. Ayağı yüzü böyle başkasıydı. Ben biraz da nasıl diye orada. Son zərbə Sabir Quliyevdən gəldi. Top qapıdan aralı keçdi. Asif Məmmədzadə. Şahid Dövlətli. İkinci zərbəsi Golden Bears. Fuad Rəhimzadə. Quliyev. Adıgözəlov.
Yine Quliyev. Son toxunuş Dövlətlidən və out Golden Bears. Bu ise Sabir Quliyevin zərbəsidir. Eldar Əliyev o qədər də çətinlik çəkmədən topu ram edə bildi. Sola get abi. Qayıt. Get sağ məndən. Sağ məndən. Elmar. Quliyev başladı. Nihat. Şərir Zamanov sigortalayır. Yerdə qalan oyuncu var. Nihat Adıgözalov yerdə qalıb və cərmə zərbəsi. Şako sen ne değil ha Şako? Elin istemedim sen. Fürsət gələcək sənə. Balığın sözü o başladı. Ne oldu benim balığım? Murat, bu adaşım benim balıq söz verir. Hele götürmüyor. O bir daha qeyd edelim orada. Turan, götüründe diyeceğim canlı açarsın. Bir daha qeyd edelim. Hesab Fultras'tan 2, Golden Bears 1. Dedim siz yiyor orada balığı geldi yok. Eldar. Eldar Əliyev. Zamanov. Out Golden Bears. Nihat. Sabir Quliyev. Ələşimov. Cəbi Cahangir. Bravo da. Son toxunuş Eldar Əliyevdən və ikinciden zərbə. Hamı sizə baxır. Sizin bu oyuna baxır. Hayır. Nihat Adıgözalov. Top bitirdi. Elmar. İbadov. Elmar Əliyev. Şah Dövlətli. Məhmədzadə yoxluyur və top qapını aralı geçti. Hərəkət hesab edildi. Golden Bears 1, Ultraslan 2. Minimal sallı üstünlüğü var Ultraslan komandasının. Elmar. Şərir Zamanov. Elmar Əliyev. İbadov. Zeki Hüseynov ona top alabildi. Sağda pasta. Elmar. Yine Zeki Hüseynov yaxşı oynuyor. Out. Out Ultraslan. Gel. Risk eləmirik qardaşım. Top Sabir Quliyev'de. Quliyev ve Eldar Əliyev top ram etti. Hissənin son epizoduydu bu. Golden Bears 1, Ultraslan 2. İkincisi de yeniden görüşənədir. Erdat topu sen vur. İkincisi de yeniden hər bir salmırıq. İlk sən nəticəsini sizə xatırladaq. Ultraslan 2, Golden Bears 1. Əli var. Bir daimiyə. Yorma. 50-ci hissə. Sabir keç yerinə. Baxaq hansı tərəf aktivinə lazımı 3 hal əlavə edə biləcək. Hələ ki 2-1'lik üstünlük Ultranın lehinədir. Daha çox sürüşkən hesabdır. Xatırlayırsa Xəzər Liqasında dəfələrcə 4, 5, hətta 6 toplu fərqin aradan qalxdığını şahid olmuşuq və hesab 3-1 oldu. Miramin Adiyevin ötürməsindən sonra Zəfər Hüseynov adını qol vuran oyuncular siyasına yazdıra bildi. Hesabı 3-1 olur.
Maçda ikinci dəfə fərq 2 topa yüksəldi. Sabir Quliyev. Zeki Asenov. Sənan Abdiyev, çox sağ olun hediye için. Allah ruzunuzu bol eləsin. Teşekkürler, teşekkürler. Çok sağ olun. Allah ruzunuzu bol eləsin. Növbəti 6-ya netirəcək Golden Bears. Miramen Adiyev. Talib Alcantara. Elon çərmə zərbəsi. Əli Həsənov buradadır mı? Yox. Nihat Adıgözəlov. Akbaba qarşıladı. Hadiyev uzaqdan yaxın şansını və top qapıdan al geçdi. Hesabı sizə bir daha xatırladaq. Ultraslan ikinci sənə əvvəlində növbəti dəfə fərqlənir və hesab 3-1 Golden Bears'la maçda hesabda öndədir. Teşekkürler Sənan Abdiyev. Biz də sizə və sizin liqanıza uğurlar arzu edirik. Hadiyev. Zəfər Hüseynov divar ötürməsi yaxşı, amma azacıq sanki qüvvətli alındı. Eldar Əliyev. Olduqca soyuqqanlı və təcrübəli qalkiperdi. Ələkbərli ilə oynuyor. Zəfər Hüseynov. Gün zərbəsi. Yoxsa yox. Son toxunuş ilə Zəfər Hüseynovdan idi, bəli. Nihat. Yanımızın sponsoruna Sport Agent və belə desək Bucifal 1981 səhifəsinə təşəkkürlərimizi bildiririk. Qeyd edək ki, bu səhifə nə xidmət edir? Bu səhifə məhz Azərbaycanda olan U12, U13, U14, U15 yaş üzrə futbolçuları məhz İspaniya alt liqalarında fəaliyyətini uşaqların daha da böyütməsi üçündür, daha da təcrübə yığması üçündür və məhz onların sayəsində uğurlara doğru daha da iri addımlar ata bilərsiniz. Ona görə də hörmətli valideynlər, bu barədə ətraflı məlumat almaq istəsəz direktimizə müraciət edə bilərsiniz. Artıq övladlarınızı İspaniya La Liqasında görmək istəyirsinizsə, şərtlər çox sadələşdi. Akbaba topladı. Eldar Əliyev. Ələkbərli. Ara ötürməsi mükəmməl Firas Hüseynov və Rəhimzadə ayak koydu. Talib Alcantara. Ələkbərli. Eldar Əliyev. Akbaba. Yine Eldar. Firas Hüseynov topu meydanda saxladı, amma rəqib üçün Talib Alcantara topladı ötürmə. Sol şinata Sabir Quliyev gəlir uzaqda sırt sırmı və Eldar Əliyev. Eldar Əliyev uca boy qalkiper tirin altından çıxartdı. İkinciden zərbə. Miramen Adiyev. Akbaba. Out Ultraslan. Akbaba'dan geriye Firas Hüseynov. Quliyev qarşıladı. Şeyhan Akbaba. Ələkbərli. Eldar. Yine alt Ultraslan. Canlıyamız bir dənə maksimum dəyərli futbol severləri beğenək. Yayınımız keşfete düşsün. Son zərbə Firas Hüseynovdan gəldi geri dəqiq.
Dahi iş başındadır Mehman Səfərov. Salamlayıram sizi. Napoli komandasında sizi xatırlayırıq. Napoli'nin kapitanım. Siz də təbii ki, dahi kapitanlardan, dahi oyunculardansınız. Daima sizlərə böyük hörmətimiz, izzətimiz var. Uğurlarınız daima bol olsun. Qaydırıq yenidən oyuna. Cahit Dövlətli topladı. Talib Alcantara'nın presinge fayda verdi ve az kalsın. Hesap değişəcəkdi. Eldar Əliyev vaxtında qapısını tərk etdi. Yine Eldar. Ben gelmişim. Santaxınır Zəki Hüseynov'da. Hücum əmləsi yenə Ultraslan'da ola bilər. İkinciden zərbə. Cəbi Cahangir topa toxunmuşdu. Ama Saşa'nın oyununda. Dalana bak oynuyor. Eldar. Çek. Yine out. Golden Bears. Sabir Quliyev. Abi gel buraya bırak bak. Turnirin daha bir yaxşı oyuncularından Aleksandr Saşametyev'dən də yəqin ki söhbət açmaq olar. Ümumiyyətlə bu turnirdə onlarca deməzdim, hətta yüzlərcə seçilən oyuncular var, hansı ki istənilən liqada, istənilən maçlarda rəqibinə, istənilən futbol formatında deyərdim, hətta baş ağrı ola bilər. Söhbət futsal, mini futbol və hətta böyük futbolda nəzərdə tutmaq olar. Bu zonadan həqiqətən də çox perspektivli oyuncular çıxdığını xüsusilə vurğulamaq lazımdır. Ultra səviyyəsində də təbii ki seçilən oyuncular var. Bunlardan biri də Aleksandr Saşametyev'dir. Bir maçda 8 gol vuran Aleksandr Saşametyev, 9 hətta gol vuran Aleksandr Saşametyev turnirin rekordunu dəyişə bilmişdi və heç bir tur keçməmiş ardından növbəti dəfə fərqlənən, o qədər gol vura bilən oyuncu Mehtixan Ağayev olmuşdu. Məhz bu iki oyuncu mini futbol liqalarında rəsmi statistikaya baxarsaq ən çox gol vura bilən oyunculardır. Yadadı Güzəlov, Sabir Quliyev, Cəbi Cahangir. Sabir Quliyevin özünü də qeyd etmək olar. Vurduğu zərbələr həqiqətən də qapıçılar üçün çox ağır artilleriyada. Əksər hallarda isə qarşısı alınmaz olur. Out yerinə itirəcək Ultraslan. Cahit Dövlətli, Asim Məmmədzadə, Eldar Əliyev. Məmmədzadə. Cahit Dövlətli. Yine Məmmədzadə. Getdim. Eldar. Koy. Zamanov. Elmar Əliyev. Action şansı indi. Golden Bears komandasında ola bilərdi zamanı vaxtında. Topa şığıdı. Elmar. Toxunuş var onun zərbəsindən sonra və ikinciden zərbə. Bilmiyorum sonradan sizde ben saç oyuna bakmam. Yine out. Ultraslan. Eldar. Şəhər Zamanov. Cahit Dövlətli. Kön çətəsindən yaxşı çıxdı ötürmə. Sol şınata Elmar Əliyev gəlir top və son anda təcrübəli müdafiəçi Zəki Hüseynovun müdaxiləsi var. Taysan. Şovalan komandasından kimi qeyd etmək olar? Zənnimcə Camal Əliyevi sözsüz bu cədvələ top 15 oyuncular siyasından bir turni üçün özümün komandam olsa qeyd eləyərdim. Şəhsiz, şübhəsiz.
Yine Eldar Əliyev topla qaldı. Asim Məmmədzadə. Eldar. Sabit sol səndir. Cahit Dövlətli. Yine Eldar Əliyev. Məmmədzadə. Elmar Əliyev. Cahit Dövlətli. Out Golden Bears. O da sattığı şey aldı. Galiba. Bizden de galip oldu. Bütün alması bir şey aldı. Böyle maçlar. Tabir out. Bu defa Ultraslan. Şeyler var. Bak teklif ederim. Fuadım abi. Gel. Elmar. Sabir Quliyev. Zeki Asenov. Out Golden Bears. Yoksa yok. Ultraslan altı yönetecek. Eldar Əliyev. Zamanov. Yine Eldar. Məmmədzadə. Cahit Dövlətli. Məmmədzadə. Elmar. Şərər Zamanov. Elmar. Şərər Zamanov. Eldar Əliyev. Asim Məmmədzadə. Yine alt Golden Bears. Sabir Quliyev. Toxunuş var ve alt Golden Bears. Son toxunuş Eldar Əliyev'dən. Zeki Asenov. Geride götürme out Ultraslan. Əlel Əkbərli. Zafer Hüseynov. Yine Əlel Əkbərli. Miramin Adiyev. Əlel Əkbərli. Zafer Hüseynov. Eldar. Əlel Əkbərli. Hadiyev. Sarı vergə təqdim olunur Şəhər Zamanova. Düzgün əvəz etməyə əvəz edilmədiyinə görə böyük ehtimal. Növbəti qayda pozuntusu Sabir Quliyevə qarşı və cəlmə zərbəsi. Eldar Əliyev top oyuna daxil etdi. Firat Hüseynov. Eldar Əliyev. Əlel Əkbərli. Üçüncüye birinci gün sen. Firat Hüseynov. Üçüncüye beşinci gün. Topçuna daxil oldu. Firat Hüseynov. Firat Hüseynov dubl etdi. Və nəticə Ultraslan 4, Golden Bears 1. Firat Hüseynov. Və yenə mükəmməl zərbə Hüseynovdan bu dəfə Fuad Rəhimzadə yaxşı oynadı. Qapını uzaq güncündən komandasını qoldan xilas etdi. Gün zərbəsi
Golden Bears. Ve top torda. İstəməyərək olsa Ceyhun Akbaba avtogol müəllifi oldu. Fərq yenidən 2 topa qayıtdı. Golden Bears 2, Ultraslan 4. Yəni Firas Hüseynov şansını yoxladı. Bu dəfə fərqli şəkildə geri dəqiq. Çobada oyun cərmə zərbəsi. Və Quliyevin zərbəsindən sonra top dirəyə tuş gəldi. Çox təhlükəli zərbə idi Quliyevdən. Hələ yox, oyunçuya bax, dalır. Hələ gəl ortaya sabit. Serbiyalı yarım müdafiəçi Ceyhun Akbabanın vurduğu avtogol üstünlüyü yenidən 2 topa indirdi. Ultraslan üçün elə Akbaba topladı. Zəfər Hüseynov, Zəki Hüseynov qarşıladı, amma ötürməsi yaxşı alınmadı. Əlil Əkbərli. Out. Out Ultraslan. Oyundan bitirmələr. Firas Hüseynov. Geridəki zərbə Hüseynovdan və Qalkiper top oyuna daxil edəcək. Əlil Əkbərli. Evar. Əlil Əkbərli. Yarısı bir qayda pozisyon takimi fikrincə Talib Alcantara indi yerdə qalıb. Firas Hüseynov. Yalnız indi oyunu baş hakimi oyunu saxlayır. Yerdə qalan oyuncu isə Golden Bears'in 8 nömrəli oyuncusu Talib Alcantara'da. Davam etdirəcəkmi? Etdirəcək. Hər hansı bir ciddi zədə yoxdur. Xoşbəxtlikdən və oyunu davam etdirə biləcək. Alyanı toplayın ha. Kömürü koyun gel lan buna. Abi. Haydi abi. Gel yana bak. Eldar Əliyev. Əlil Əkbərli. Zəki Hüseynov qarşıladı. Out Ultraslan. Əlil Əkbərli. Fuad Rəhimzadədə qalır top. İləri uzun ötürmə Sabir Quliyevin qaçış istiqamətində Quliyev çalsa təhlükə olur və Eldar Əliyev vaxtında qapısını tərk etdi. İvalov. Daha bir altı Ultraslan komandası. Eldar. Firas Hüseynov. Maçda 2 gol var artıq. Firas Hüseynovun ötürməsi sağ cinatda. Amma geridəyik. Zəfər Hüseynov topla təmin etməyə çalışdı. Soyadadaşı Firas Hüseynov, amma ötürmə eyvana çatmadı. Talib Alcantara topu geridəyik qəbul edir və növbəti out Ultraslan. Əlil Əkbərli. Talib Alcantara. Eldar. Əlil Əkbərli. Zəfər Hüseynov. Firas Hüseynov. Out.
Golden Bears. Sabi. Danış. Yine out. Ultraslan. Yolda şaşırdı. Miramil Adiyev. Gün zərbəsi Ultraslan. Gün zərbəsi düzgün yerinə itirmədiyilə top qalq birdə qalır. Eldar. Geç yerine. Maçın bitimine isə təqribən nə az nə çox 2 dəqiqə vaxt qalıb. Talbalkan taraf. Güncən zərbə. Ələşimov. Zəfər Hüseynov qalır top. Zəfər Hüseynov. Miramin Adiyev. Cəbir Cangir. Biraz Hüseynov sığortaladı və özü də zərbə indirdim. Sonda isə top qalq birdə. Sabir Quliyevə gəlir top. Ələkbərli imkan vermədi. Hadiyev. Evet, out Ultraslan. Out Golden Bears. Helal Ekberli. Yine out. Ayağı yoksa geçse yok. Serme var derecesi yok. Serme 5. Sonuncu dəqiqə. Hesab 4-2 Ultraslanın xeyrinə. İbadov. Zəfər Hüseynov. Miramin Adiyev. İbadov. Zəfər Hüseynov və top torda. Bence bu gol artıq maçın taleyini həll etdi. Hər hansı bir möcüzə baş verməsə 3 xal Ultraslana demək olar ki getdi. Hesab 5-2 artıq Ultraslanın xeyrinədir. Yine out. Golden Bears. Miramin Adiyev. İbadov. Hadiyev. Zəfər Hüseynov. Hüseynov və Rəhimzadə həm də qapı tir qola mane oldu. Ələşimov. Talibal Kantara. Qayda pozulur və cərmə zərbəsi. Kaptan sağ. Sen sakin ol. Sakin ol. Sakin ol. Seninle değilim, ben oyuncuyum ama. Ne diyor? Söndürmemişti. Gol golda oyun tutar. Montaja görə deyildim də. Ha, 6-cı fal söhbətli. Ha. Gol değilse 10 metredir. Ha, ölümle burada tutulsam o kadar. Hələ ki hesab 5-2 amma vara baxılır.
Bir də xəbərdarlıqdan zaddan yox. Elə bir taekvondoya gəldim. Vara baxıldı və qərar top tutar daxil oldu. Bəli, qol qeydə alındı və yekun nəticə. Golun 1-2 Ultrasan 6. 3 hal Ultrasana getdi. Ben gol sayanda kimden zəli icazə almıram. Yaşım çox. Bəli, canlı yayımımızı izləyən hər kəsə təşəkkür edirik. Bəyəni atan, hədiyyə atan hər kəsə təşəkkür edirik. Gecəniz xeyrə qalsın. Xudafiz.